Sözdələn, sözdən səs gəlir. Sözdələnən layihənin veb saytından və Coffeeal platformasından dəstək olanlara onların adlarını vurğulamaqla təşəkkür edirəm. Sözdələndə Üzeyir Hacıbəyovun Məshəkə satirik hekayəsini sənə danışıram. Hekayədə bir kəndlinin başına gələn əhvalatlardan danışılır. Hekayə Azərbaycan Milli Kitabxanasının elektron məlumat bazasında yerləşdirilib. Kəndlinin biri buğdasını baramasına aparıb, bazarda dəyər dəyməzinə satıb, bir dənə at, bir dənə eşşək və əyninə də bir dəst paltar alıb evinə tərəf gedirdi. Bir nəfər bəy bunu gendən gördü və təəccüb elədi ki, kəndlinin həm atı var, həm də eşşəyi. Dağdan kəndliyə yaxınlaşıb başına elə bir qapaz saldı ki, kəndli ancaq bir saatdan sonra ayıla bildi. Və ayılandan sonra da baxıb gördü ki, eşşək yoxdur. Yasavul kəndlinin atına baxıb şikayətini qulaq asdı. Amma şikayət haqqı az olduğuna görə kəndliyə bir neçə dənə qamçı çəkdi və dedi: "Bağla atını burada, get ətrafı gəz. Bəlkə eşşəyin tapıla." Kəndli atını Yasavula tapşırıb eşşəyi axtarmağa getdi. Çox gəzdi, çox dolandı. Hərçənd bəyin qapısında bir eşşək gördü ki, öz eşşəyinə çox oxşayırdı. Amma o cürə şeyləri fikrinə gətirməyə cürət eləmədi. Və qayıtdı ki, bəlkə Yasavul bir kömək eləyə, amma nə Yasavuldan və nə atdan bir nişan da görmədi. Kəndli xofa düşdü. Elə bildi ki, bunlar hamısı yuxudur. Onun üçün özünü çimdiklədi ki, ayılsın. Amma gördü ki, xeyr, yatmayıbdı. Bikəf və beydamaq bir çayın qırağında oturub evinə qayıtmağa utanırdı. Gördü ki, bir nəfər sarıqlı gəlir. Kəndli durub 2 qat əyildi və yenə beydamaq yerinə oturdu. Sarıqlı dedi: "Nədir ki, belə beydamaqsan?" Kəndli ağlaya-ağlaya əhvalatı nəql elədi. Sarıqlı bunun təzə libasına diqqət yetirib dedi: "Mən sənə əlac edərəm." Yazıq kəndli şallığından bilmədi ki, nə qayırsın. Özünü yıxdı Sarıqlının ayağına. Sarıqlı dedi: "Sənin atını da, eşşəyini də cin oğurlayıbdı və cin də sənin bu libasındadır. Ona görə bu libası ofsunlamaq lazımdır və illa başına çox bəlalar gələr." Kəndli cin adını eşidən kimi dəli tək paltarını çıxardıb tulladı. Sarıqlı bir dua oxudu və dedi: "Bir qədər yat." Onsuz da it kimi yorulmuş kəndli başını yerə qoyan kimi yuxu bastı və yuxusunda gördü ki, eşşəyi də, atı da tapılıb, kişniyə-kişniyə bunun yanına çapırlar. Kəndli sevindiyindən elə çığırdı ki, öz səsinə oyandı və oyanıb gördü ki, nə sarıqlı var, nə paltar. Binəvanı dəhşət bastı. Əlinə bir çomaq alıb, özünü qoruya-qoruya kəndinə yetirdi. Xalq yığılıb dedilər ki, "Ay kişi, dəli olubsan, nədir? Lüt gəzib özünü qoruyursan?" Dedi: "Atımı oğurladılar, eşşəyimi oğurladılar və paltarımı oğurladılar. İndi qorxuram ki, özümü də oğurlayarlar." Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün Sözdələn layihəsinin YouTube kanalına abunə ol, bildirişləri aç və hər kəslə paylaş. Buraxılışı bəyəndinsə, bəyən düyməsinə basmağı, fikrini şərhlər bölməsində bildirməyi unutma. Sözdələni həmçinin podkast platformalarında da dinləmək imkanın var. Sözdələnə layihənin veb saytından və Coffeeal platformasından dəstək ola bilərsən. Dinlədiyin və dəstək olduğun üçün təşəkkürlər.